Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayam. Kanalımıza abunə olub bəyənməyinizi xahiş edirəm. Ötən həftə Novruz bayramını qeyd etdik. Mənim fikrimcə ən gözəl bahar bayram tədbiri Ordubad rayonunda keçirildi. Bəli, keçmişi unudanın gələcəyi olmaz. Tariximizi yaşatdıkları üçün orta əsr mədəniyyətini əks etdirən xan bəzəmə mərasimində fəal iştiraklarına görə Ordubad rayonunun bütün sakinlərinə xüsusi təşəkkürümü bildirirəm. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bayramda yenə ehtiyatsızlıq nəticəsində xoşagəlməz anlar yaşadıq. Sumqayıtda tonqal partladı və bir neçə nəfər xəsarət aldı. Xətayidə qalanan bayram tonqalı yanğına səbəb oldu. Sevindirici hallardan biri də budur ki, 33 il fasilədən sonra Kəlbəcərimizdə bayram tonqalı yandırıldı. Sevindirici hal odur ki, bugün işğaldan azad olunmuş bütün ərazilərimizdə bayram sevinci hökm sürür. Güclü olmaq nə deməkdir? Hamımız elə düşünürük ki, güclü olmaq hər şeyə sahib olmaqdır. Yox, güclü olmaq hər şeydən vaz keçə bilməkdir. Müqəddəs bir amal və məqsəd üçün canından, sevgilindən, ailəndən vaz keçə bilməkdir güclü olmaq, şəhidlərimiz kimi. Çünki şəhidi şəhid edən onun ölümü deyil, o ölümün səbəbidir. Allah şəhidlərimizə rəhmət eləsin. Bir daha bahar bayramınız mübarək olsun. Bahar bayramında küsüllər barışır deyirlər. Amma bahar bayramının ilk günlərində cəmiyyət ağır bir xəbərlə sarsıldı. Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 118 saylı orta məktəbin texnologiya müəllimi 36 yaşlı Pərvanə Abbasova həyat yoldaşı tərəfindən qətlə yetirildi. İstintaq gedir. Təbii ki, istintaqın yekun nəticəsi olmadan bu cinayətə hər hansı bir fikir bildirmək doğru olmaz. Amma hər bir halda qadına qalxan əl qırılmalıdır. Bir qadının şərəf və ləyaqətinin alçaldılması, təhqir olunması kişiyə xas olan xüsusiyyət deyil. Bəşəri faciədir. Çünki hamımızı bir ana dünyaya gətirib. Qadın da təbii ki, qadınlığını bilməlidir. Qadın adını uca tutmalıdır, müqəddəs tutmağı bacarmalıdır. Evdə qalıb un çuvalına tay olmayım deyə kör-körana ailə qurmamalıdır qadın. İstər kişi olsun, istər qadın, şəhvət hissinin adını sevgi qoyub ailə birliyi yaratmaq olmaz. Sonu, bax, belə qətllə bitəcək. Əziz valideynlər, xarici gözəllik əbədi deyil, amma daxili gözəllik əbədidir. O qələm qaşlı, badam gözlü qızınızın 45 ildən sonra beli bükülmüş qarıya çevriləcəyinin fərqinə varın. İdmançı bədənli, şux qamətli, yaraşıqlı oğlunuzun illər sonra əli əsalı, gözü eynəkli, bir addım gözü qabağı görməyən qoca ağıl bir adama çevriləcəyini unutmayın. Qızı öz başına buraxsan ya halvaçıya, ya da zurnaçıya gedər atalar misalında unutmayaq. Oğlunuzu evləndirəndə aldığınız qızın oğlunuzla eyni statusda olmasına diqqət yetirin, məsləhət verin. Onun ailəsinə diqqət yetirin. Əks təqdirdə savadlı bir qızın cahil bir gədə tərəfindən sabah qətlə yetirilməyəcəyinə heç kəs zəmanət vermir. Əks təqdirdə savadlı bir oğlunuzun xarici gözəllik aşıqı olan bir qızdan alacağı xəyanətin sonunu fikirləşsin. Ailə modeli oyuncaq deyil. Ailəni qurmaq 2 vur 2-dir. Onu qorumaq, ailə çətinliklərini bircə atlamaq isə hər kəsin işi deyil. Oğlanlarınızı və qızlarınızı kənar mənfi təsirlərdən qoruyun. Tanınmış meyxanaçı Mehman Əhmədli ilə tanınmış yazıcı Kəramət Böyüksöz söz duellosuna başladılar. Kəramət deyib ki, meyxana yaxşı bir şey olsaydı, ermənilər onu çoxdan uğurlayardı və Mehman Əhmədli özü də meyxana deyə bilmir. Mehman Əhmədli də çıxıb deyib ki, Kəramətin kitablarının vərəqləri oxumaq üçün deyil,
başqa şey üçün istifadə edilə bilər. Yəni üzr istəyirəm, tualet kağızı kimi. Və Kəramət niyə meyxana haqqında mənfi rəy bildirib? Analizlərimdə məqsədim kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarmaq deyil. Onların öz işidir. Söhbət şəxslərdən deyil, meyxana mövzusundan gedir. Meyxana bəli, şifahi ədəbiyyat nümunəsidir, folklordur. Mən də gənc vaxtlarımda meyxana həvəskarı olmuşam, amma bu gün hər hansı bir ədəbi sahənin, söz sənətinin inkişafı üçün müsbət və mənfi rəy bildirmək hər bir kəsin qanuni haqqıdır. Dəlillə, sübutla çıxın, adamın cavabını verin. Çıxın, sübut edin ki, Kəramət yalan deyil. Bu kiməsə zəng etməklə, rus demişkən razborkiya çağırmaqla olmur. Kəramətə böyük bayır, kitab vərəqləri, tualet kağızlı deməklə nə meyxananı inkişaf etdirə bilərsiniz, nə də qoruya bilərsiniz. Əksinə, bu vulqar ifadələrlə meyxanaya olan baxışı aşağı salmış olursunuz. Rəşad Dağlı, Namiq Məna, Namiq Qaraçuxurlu, Oqtay Kamil və digərləri söz xiridarları çoxdur. Mən onları dinləyirəm, sevə-sevə, ibrətamiz kəlamları çox xoşuma gəlir. Amma hamısına şamil etmirəm. Üzümü meyxana janrını ucuzlaşdıran bəzi gənc meyxanaçılara tuturam. Milli azadlıq hərəkatı dövründə gənclərin vətənpərvərlik ruhda tərbiyə olunmasında Nizami rəmzinin meyxanalarının çox böyük rolu olub. Ah, neçə illərdir yalan görmüşəm. Uduzdun Azərbaycanı Qarbaçov. Birinci Qarabağ döyüşlərində Ağa Səlim Çildağın milli ordu haqqında dediyi meyxanası, məsələn, girən kimi meydana milli ordu, zərbə vurdu düşmənə milli ordu. Bu meyxana ustadları öz sözlərini təbliğat mexanizmi kimi istifadə ediblər, maarifləndirmək üçün istifadə ediblər. Əlağa Vahiddən başlayan meyxana estafetini Nizami Rəmzi də, Ağa Səlim Çildağ da layiqincə təmsil edə bilmişdilər. Onlardan sonra estafet bəzi müasir gənc meyxanaçılara keçdi və faciə də elə bundan sonra başladı. Gah dedilər meyxana bədiyyədir. Bədiyyə deməkdir, aləm qarışdı, iki tirəlik yarandı. Ümumiyyətlə, meyxana sözünün mənası mey, yəni içki. Xana isə yer, yəni içki məclisi. Adın dəyişdirilməsini mən də istəmişdim. Nə qədər söz sənəti yüksək olsa da, o söz sənətinin meyxana, içki məclisi adı ilə sinonim təşkil etməsi onu gözdən salmışdı. Qısacası, meyxana ustadlardan gənclərə ötürüldükdən sonra inkişaf dayandı, incimeyin. İndiki meyxanaçıların bəziləri bu sənəti gözdən saldılar. Məsələn, Nizami Rəmzi öz məlahətli səsi ilə meyxananı siqaret tüstülü çayxanalardan, çırtmalardan çıxarıb mavi ekranlara daşıya bildi. Nizami Rəmzi də, Ağa Səlim Çildağ da toy məclislərinə gələndə şux geyimli, mədəni qalstuklu, mədəni formada iştirak ediblər. Bu sənətə hörmət qoydurmağı bacarıblar. Rusların bir sözü var, deyir, insanı geyiminə görə qəbul et, ağlına görə yola sal. Bu adamlar geyimləri ilə də, ağılları ilə də hörmət qazanmışlar. Nizami ilə Ağa Səlim təmkinlə, aramla, bir-birinə hörmət qoya-qoya, söz kəsmədən, məlahətli səslə bu meyxanaya gözəllik verirlər. Çox təəssüf ki, bəzi bugünkü meyxanaçılar efirə gələndə geyim tərzləri, saç stilləri, efirdən kənar, efirə yaraşmayan çayxana geyimli, saçlar pırtlaşır, sepli köynə, sviterin üstündən kostyum şalvar, zövqsüzlük yaratdı tamaşaçılarda. Söz sənəti sahələrində qadınlar çoxluq təşkil edir. Bir özünüzə sual vermisinizmi? Bəs bu meyxana adı gələndə xanımlar niyə qaçır? Niyə meyxanada qadınlar demək olar ki, yox səviyyəsində azlıq təşkil edir? Deyim mi səbəbini sizə? Mən arada YouTube kanalımda kənd toylardakı o meyxanalara baxıram. Siqaret tüstü dumanı içində, mikrofonu bir-birlərinin əlindən zorla qapmalar, bir-birlərinin sözlərini kəsmələr, 4-5 nəfərin eyni anda haray qışqırıqla bir-birlərinin söz kəsə-kəsə
boğazlarını zora salmaları, çığırtıları, toylarda, değişmələrdə toyuq oğrusu məclisdə ciblərinə 5 manat qoyanda onu tanımadan, bilmədən məd etmələri, az qala milli qəhrəman etmələri gözdən saldı bu sənəti. Qardaş, inciməyin. Elə düşüncə formalaşıb ki bu cəmiyyətdə, sanki meyxananı ayıq başla dinləmək olmaz. Ya gərək içəsən, ya da üzr istəyirəm, gərək hallanasan, yoxsa alınmaz. Bunları aradan qaldırın gənclər, yeni gənclər. Siz bu estafeti Nizami Rəmzi kimi, Ağasəlim Çildağ kimi inkişaf etdirə bilmədiniz. Onlar kimi sosial mövzularda maarifləndirmələr, təbliğat mexanizmi kimi istifadə edə bilmədiniz. Dava dalaşla, qalmaqallarla bu söz sənətini aşağı saldınız. Siz səhvi kəramət böyük çölə böyük bayır, kitablarına tualet salfetkası deməklə axtarmayın, özünüzdə axtarın. Bəli, meyxana söz sənətidir. İstedad da hər adam bədahətən söz deyə bilməz. Amma siz, müasirlər, bu söz sənətini elə günə saldınız ki, bugün bir ata oğlunu meyxanaçı kimi görmək istəməz. Çək nəşəni qoy tüstüsü dağlara yayılsın mühitində heç kəs oğlunu görmək istəməz. Bir qıza elçi gedəndə oğlun meyxanaçı olması o evliliyin qarşısını kəsəcək. Mən şəxsən təşrişdə qulaq asıram, amma ailə içində tez kanalı dəyişirəm. Bilirsinizmi niyə? Düz deyirsən meyxananıza görə, bildiniz yəqin, plus 18. Çəkim sənin 3 nöqtə arasına buna görə. Rəml atıram, fala baxıram, qabağa gedib dala baxıram meyxananıza görə, söğüşünüzün bir qəpik olduğuna görə, değişmələrin hamısında demək olar ki, vulqar ifadələr, təhqir rus kəlmələrinə görə. Burada kimi günahlandırırsınız ki siz? Mən meyxananı sevərəm, amma sizin ifanızda yox. Ağasəlim Çildağın ifasında, Nizami Rəmzinin ifasında sevmişəm. Ağasəlim deyirdi ki, pul olanda evdə hamı şad olur. Olmayanda qohumlar da yad olur. Həyat baca həmişə bərbad olur. Zibilimiz qalxır dizə cibdə pul olmayanda. Nizami Rəmzi deyirdi ki, kim gəlir torpağımıza şərik olur, insanda ağıl, şuur, bilik olur. Böyüklərin hər dərdi böyük olur. Uduzdun Azərbaycanı Qarbaçov o dövrdə. Bax onlar xalqın güzaranını, problemlərini, tərənnümlərini dilə gətirmişlər, tariximizi araşdırırlar meyxanalarda. Siz isə babam nənəni tindən anay, nə bilim, neyniyərəm mən sənə eşşək kimi üzr istəyirəm. Rus dilində tuda, suda, çitrəxuda cılızlaşdırdınız bu sənəti. Günahı özünüzdə axtarın. Meyxanadır, muğamdır, bunlar yalnız Azərbaycana məxsusdur. Siz inkişaf etdirə bilmirsinizsə, heç olmasa qoruyun, saxlayın, öldürməyin. Aqil adam günahı özündə axtarar, cahil adam isə başqalarında. Siz isə günahı başqalarında, onda, bunda, kəramətdə, zadda axtarmayın, özünüzdə axtarın. Bir neçə gün bundan öncə bloger Elşən Mustafayev bir qadını yaşlı bir qadının evinə yardım apardı və tənqid olundu. Daha doğrusu təhqir olundu. Bizim cəmiyyətin bədbəxtçiliyi bilirsinizmi nədir? Hər kəs elə düşünür ki, hamı pisdir, bircə mən yaxşıyam. O bloger səhv edibmi? Bəli, çox böyük səhv edib. Bir çox kimsəsizlərə də yardım edibmi? Bəli, onu da edib. İndi gəlin bir özümüzə baxaq. Tənqid edənlərə sözüm yoxdur, onu təhqir edənlərədir sözüm. Bayramda bir kimsəsizin qapısını açmısınızmı? Yox. O oğlan kimi hər hansı bir evə bir çörək aparmısınızmı? Yox. Elşən adlı bloger səhv edibmi? Böyük səhv edib, böyük günah edib. Səhvini başa düşübmü? Başa düşüb. Yenidən həmin qapıya qayıdıbmı? Qayıdıb. Ev sahibi onun gətirdiklərini qəbul edibmi? Günahını bağışlayıbmı? Edib, bağışlayıb. Nə olub babala, sizlə cəmaatı niyə söyüb təhqir edirsiniz ki? Bu blogerin bədbəxtçiliyi bilirsinizmi nə olub? İstəyib ki, çəkilişlə güya çörək müqəddəsdir anlayışını aşılasın.
Aləmi qatıb bir-birinə. Bir addım qabaq əvəzinə 2 addım geri düşür. Çünki bu gün cəmiyyətimizdə çörəyi hər kəs müqəddəs saymır artıq. Biz uşaqkən yolda gedərkən çörək görəndə yerdə öpüb alnımıza qoyub divar dibinə qoyurduq ki, quşlar gəlib yesin. Bəs indi bütün zibilxanalarda torbalarla dolu çörəklər asılır. 5-ci mərtəbədən asfalta çörək tullayırlar. Çörək müqəddəsliyini bax burada itirib. Çörək diyetanın düşməni olduğu üçün müqəddəsliyini itirib bu cəmiyyətdə. Bu blogerdə dediyim kimi yandırıb özünü. İstəyib çörəyin müqəddəsliyindən özünə xal qazandırsın, amma baş tutmuyub, obyektiv olmur. Çünki çörəyi müqəddəs sayan onu maşınının bagajında benzin qoxulu yerində daşımaz. O ki qaldı o qadına, həmin blogerin heç dalınca düşməməli idi. İkinci dəfə geri qaydanda o yardımı qəbul etməməli idi, qürurlu olmalıydı. İndi isə, qardaş, alan razı, verən razı. Nə olub sizə? Məsələ bitib məncə. Ümumiyyətlə, etdiyi yardımları, çəkilişini etmək, ruslar demişkən, pakazukalıq, göstəricilikdən başqa bir şey deyil. Əsl xeyriyyətçi bunu gizli edər. Sağ əlin verdiyini sol əl bilməməlidir. Səhifə qaldırmaq üçün, trendə düşmək üçün bu mövzu cəmi bir həftəlikdir. Bir həftəlikdən sonra bitəcək. Amma əsl trend, hashtag deyilmi sizə nədir? İstəyirsiniz ki, səhifəz qalxsın, baxış sayınız qalxsın, Səidə Bəkir qızı. Bir neçə gənc bığı vurma ağsaqqal və bir neçə gənc ağbilçək işləri, güzləri, həyat fəaliyyətləri Səidə Bəkir qızını güdməkdir. Nə yedi, nə içdi, bir bəhanə tapıb, tənqid edib, kəşfətə düşmək arzusunda olanlardır. Ayıbdır. Bu yaxınlarda Səidə xanımı öldürməklə də təhdid ediblər. Ayıbdır. Balalarınıza Səidə çörəyi aparmaqdan qurtarın artıq. Bu ölkənin o qədər problemi var ki. Hacı Zeynalabdin Tağıyevin yanına 2 fəhlə gəlib deyir. Ay hacı, biz ikimiz 3 gecədir lampa işığında sizin qazancınızı, satılan neftinizi hesaplamışıq. Siz dövlətə vergidən yayılmışsınız. Bizim haqqımızı ver, bizə görün, baxım edin, kasıblıqdan qurtaraq. Yoxsa səni şikayət edəcək. Hacı Zeynalabdin Tağıyev gülüb deyir, ay bədbəxtlər, sizin kasıbçılığınızın səbəbi elə özünüzsünüz, başqadır. 3 gecədə boş bir şey üçün cibinizdən 20 litr neft alıb lampaya töküb zay etmişsiniz. İndi də siz. Mənim də sosial şəbəkələrimdə son zamanlar hiss edirəm, baxış sayım azalıbdır. İstəyirəm mən də bir səhifəmi qaldırmaq üçün Səidə Bəkir qızına tənqidi mövzu buraxıb. Ay Ceyhun, Səidə xanım oralarda yoxdur ki. Hə, gedib. Hə, onda başlayın. Bayaq Səidə xanımla kulisdə oturmuşuq, meyvə qabından portağal yeyir. Səidə xanım, alma dura-dura portağalı niyə yeyirsiniz ki? Siz bilmirsiniz ki, alma adının baş hərfi vətənimiz Azərbaycanın baş hərfi A ilə eynidir. Alma dura-dura portağala niyə üstünlük verirsiniz? Niyə alma yemirsiniz? Bayaq çantanızdan Eskada ətri çıxarıb üstünüzə vurdunuz. Siz bilmirsiniz ki, Eskada ətrinin baş hərfi əzəli düşmənimiz Ermənistanın baş hərfi ilə eynidir. Qurtarın da bunları da. Sizə də məsləhətim budur. Kim istəyir itirilmiş nüfuzunu, populyarlığını, səhifəsini artırsın, Səidə Bəkir qızından mövzu buraxın. Ən böyük trend hashtagdır Səidə Bəkir qızı. Bu arada az qala yadımdan çıxmışdı bu mövzu. Bank sektorundan çoxlu şikayətlər gəlir. Ötən həftə bankdan kredit götürüb ödəyə bilməyən bir nəfər mənə şikayət etmişdi. Adama qulaq astım, mənə elə gəldi ki, bu adam borclandırılıb süni şəkildə. Deyimmi niyə? Mənim özümə də elə gün olmur ki, SMS gəlməsin. Filan bankdanam, sizə uyğun şərtlərlə kredit təklif edirəm. Gündə bir mesaj gəlir. Ay bank, mən sizə yalvarıb müraciət etməliyəm kredit üçün. Siz mənə yox. Şirinişləndirib soxuşdururlar adama bu krediti. Bir 7-8 səhifədə müqavilə adam oxuyub çatdıra da bilmir. Sonra da adamı bir araşdırmırlar ki, görək bu kredit verəcəyimiz adam
450 manat maaşla nə yeyib, nə içəcək ki, hələ mənim kreditimi də qaytarsın. Elə ki, ödəmə vaxtı gəlir, baxırsan ki, bu kreditin sən demə astarı üzündən bahadır. Baxın, telefonum doludur belə kredit təklifləri ilə. Telefonum doludur, nə bilim, xəstəxanalardan, su filtr şirkətlərindən, telekomlardan gələn mesajlarla. Təklif edən vaxtları hamısı sanki imam övladlarıdır. Ay güzəş belə. Amma elə ki, ödəniş başladı, azacıq gecikən kimi Əzrailə çevrilirlər. Nömrələrimizi də, adlarımızı da hardan tapırlar bilmirəm. Gündə bir zəng gəlir valla. Nə bilim, 200 manatlıq check-up xəstəxanada sənin üçün 40 manatdır falan. Bax, belə edib o bədbəxti də əlacsız bir kasıbı da yükləmişsiniz. O gün işdəyəm, telefonuma zəng gəlib. Açdım, bir qız idi. Ehtiraslı səslə necə salam verdisə, bu yaşımda mən özümü itirdim. Salam, Rayət müəllim, necəsiz? Sizi narahat edən Günay xanımdır. Rayət müəllim ölüb. Bu səsin ehtirasından, tilsiminlər yoxdur Rayət müəllim. 17-18 yaşlarına qayıdıb Rayət müəllim. Dərhal soruşdum ki, maşın sığortasındansınız. Siz necə uzaq görən birisiniz Rayət müəllim, oy canım mənim, nə bildiniz? Dedim, mənə belə seksual, ehtiraslı qız səsləri ilə ancaq avtomobil sığorta şirkətlərindən zəng edirlər. İnanın, hardan tapırlar bu qızları? Peşəkardırlar, adamı səsləri ilə elə yoldan çıxarırlar ki, o səslərin hər birindən aliment qoxusu gəlir. O qızların o ehtiraslı səsləri bala ilə ananı ömürlük düşmən edər. O qızların o seksual səsləri 25 illik ailəni 10 dəqiqə boşanma məhkəməsinə aparar. İnanın, çoxdur. Tibb müəssisələrindən, bank sektorlarından, su filtr şirkətlərindən o qədər yalançı, bezdirici təkliflər gəlir, əsəbləşir adam. O gün mobil telefon şirkətindən mənə zəng ediblər. Salam Rayət müəllim, əleykümə salam. Rayət müəllim, sizi narahat edən Cəmşid müəllimdir, nə bilim filan telekom, mom, elə də qəribə adlar tapıb qoyurlar ki. Dedim, buyurun. Rayət müəllim, sizin bəxtiniz həmişə belə gətirir. Təəccübləndim, dedim, nə olub ki? Qaydasan ki, bəs siz bizim kampaniyanın qalibi olmuşsunuz. Sevindim ki, yəqin bir iPhone 17 Pro Max-da tutmuşam, bu sifətimin buraları, qırışları açıldı. Dedim, nə gözəl. Qaydasan ki, kampaniya qalibi olduğunuz üçün 4300 manatdan satılan səhrai rəngli 256 GB-lıq iPhone 17 Pro Max sizin üçün 3400 manat. Necədir Rayət müəllim? Hiss vurdu təpəmə Allah haqqı. Səy oğlu səy. Mən qızam, transseksualam, nəyəm mənə səhraya telefon təklif edirsiniz? Özdə o telefon neftçilərdə adi marketdə evimizin qabağında 3100 manata satılır. Qardaş ki, öz aləmində düzüb, qoşub, bəziyib mənə mal sırmaq istəyir. İki tanış qadın yolda rastlaşır. Biri o birinə deyir ki, ay bacı, qızın necədir? Qadın deyir, sağ ol ay bacı, qızım da 2 aydır təzə işə düzəlib, kollektivin rəğbətini qazanıb. Çalışqan olduğu üçün müdür hətta bir maşın alıb qoyub ayağının altına ki, yollarda bu probkalarda vaxt itirməsin. O qədər gözəl işçidir ki, müdiri düz iş yerinin yanında ona 3 otaqlı bir ev tapıb ki, vaxtını yollarda keçirməsin. Hətta darıxmasın deyə müdir özü də çox vaxt qızımı tək buraxmır. Gecəni onunla qalıb iş barədə diskusiya zad aparırlar. Sənin qızın necədir ay bacı? İkinci qadın deyir. Vallahi ay bacı, mənim qızım da ayağı sürüşkən gəzəyəndi, amma mən bağışla səninki kimi düzüb, qoşub bəziyə bilmirəm. İndi də bu zəng edən öz aləmlərində güya əllərində qalmış malları təklif adı ilə kiməsə düzüb, qoşub, bəziyib o arvadın qızı kimi sırmaq istəyirlər. Nəysə, dəyərli vaxtınızı aldığım üçün sizlərə təşəkkür edirəm və bu həftəlik sizdən ayrılıram. Kanalımızı izləmədə qalın.
Bəyənin, paylaşın, abunə olun. Gələn il ölməsəm, sağ qalsam görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın.